Başa düşmədim səni İran. Bir bəy yanında 10 yaşında oğlu var. Xanımı dünyasını dəyişir. Aha. Bu ikinci dəfə ailə qurur. Bir xanımla kəbin kəsdirir. Xanımın da 10 yaşında və onun içində bir qız uşağı var yanında. Bu Aha. həmin qız uşağı bu atalığın oğluna və atalığın özünə məhrəm olmaq üçün nə etməlidir ata? Həddi buluğa Kəbinmi çatsa kəsdirməlidir ya? Yo, elə şey yoxdur. Məhrəm olmağın 3 qaydası var, 3 yolu var. Birincisi nəsəb yolu ilə, yəni ata, baba, məsələn bir insan bir xanımla evlənir. Xanımla evləndirsə, o xanımın anası, nənəsi, üzü yuxarı getdikcə hamısı bu oğlanın məhrəm hökmündə olur. Yəni haram hökmündə olur. Yəni onun yanında baş açıq gəzə bilərlər. O arvadını boşasa da onlarla heç vaxt evlənə bilməzlər. Birinci qohumluq yolu, ikincisi süd vermə yolu iləndir. Süd vermə yoluna olan qohumluqda evlənə bilməzsən. Üçüncüsü də evlənmə yolu iləndir. Bunların heç biri bu halda mümkün olmur. Belə bir halda olmadıqda nə olur? Oğlan və qız fərq etməz. Qadının oğlu var, kişinin də qızı var, eləmi? Belə deyək, bəli. Əhsən. Oğlan həddi buluğa çatdı, naməhrəmdir şeyə. Nədir qıza? Çünki ana birdir, ata bir deyil. Amma o qız yoxdur, qız. Qız kişiyə olacaq başqasının olduğu üçün naməhrəm olur. O da böyüdüb başını bağlamalıdır. Oğlana. Naməhrəm hökmündə oldu, böyüdüb baş bağlamalı. Yəni hicab qanununa keçməlidir. Həm oğlun yanında, həm qardaşın yanında, həm atanın yanında. Yox, bax qız atasınındır zaten. Onun yanında o haram deyil, atasının yanında baş açıq gəzə bilər. Bəli. Amma o qardaşı var ki, onun ögey qardaşdır. Bəli. Ögey qardaş ona daim ögeydir, yəni naməhrəmdir. Qan qohumçuluq yoxdur, süd vermək yolu yoxdur, nikahla yaxınlıq olmaq, yəni qohum olmaq babına girmir o. Ona görə də onun üçün daim naməhrəm hökmündədir. Allah kömək olsun. Qız böyüdü, oğlanın yanında gözləyəcək. Yəni saçı hicab qanunudur. Yox, Kişi üçün də bəli. Belə deyək də, kişi ilə deyək, xanımla kişi deyək işə gedirlər. Bunlar bir evdə qalırlar axı. Bir otaqda, bir evdə. Qalsa da deyir də naməhrəmdir. Yəni onlarda icazəlidir bir evdə. İcazəli, məhrəmlə naməhrəmin bir yerdə qalması İslam şəriətinə görə icazəli deyil. İcazəli deyil. Bir yerdə qalmaları icazə deyil. İcazəli deyil. Yaxşı, necə olacaq? Bu xanımın oğlu var, kişinin də qızı var. Bu da var axı. Onlar naməhrəmdir bir-birinə. Heç bir məhrəmliyə girmir axı. Atanın evlənmə yolunda onlar məhrəmə girmirlər. Bunlar ailə qurublar, bir evdə qalırlar. Bu kişi ilə xanım deyək getdi işə. Hətta o bizim şəriətin qanunu ilə onların bir yerdə, məhrəmlə naməhrəmin bir yerdə qalması haramdır. Yəni onların bir-birinə bacı qardaş sayılmırlar, haram hökmündədir. Bir-birinə haramdır. Məhrəm olmağa bir yolu yoxdur. Mən bir yol bilmirəm. Mən ancaq şəri hökmü deyə bilirəm ki, onlar bir-birinə naməhrəmdir. Naməhrəm gözlənilir, hökmü verilir. Naməhrəmin qaydası qorunmalıdır. Məsələn, bir insan işlədirsə, xanımdır işləyir, naməhrəmlərlə müəyyən həddi gözləyir, yaxud da ki, kişi bir yerdə işləyir, xanımlar varsa, orada naməhrəmlik hökmünü gözləməlidir, həddi gözləməlidir. Burada da oğlanla qız bir-birinə qarşı o həddi gözləməlidir. Bunlarda o məsələ yoxdur. İbn-i Teymiyyə, Muhammed İbn-i Teymiyyə, Əl-Fətva kimindir? Təqiyyəddin İbn-i, gördünüz? Əhməd İbn-i Teymiyyə Hərrani. Onun fətava kitabıdır. 3-cü cilddə Əs-Salis. Və kullu hadisin fihi. Oxuyuruq qulaq asın, maraqlı mövzudur. Ənəl Muhammed sallallahu aleyhi və səlləm rəyə Rabbəhu bi'aynihi fil-ərd. Həqiqətən də Allah Rəsulü sallallahu aleyhi və səlləm, alihin o demir, mən deyirəm. Rəyə Rabbəhu bi'aynihi fil-ərz. Yerdə Rəbbin, bu fil-ərz yerdə. Bi'aynihi öz həqiqi gözü ilə görməsi, Rəbbin öz gözü ilə görməsi barədə yerdə.
Bax yerdən gedir ha söhbət, bu torpaqda görməsin. Fəhvə kizbun bi ittifaq muslimin və uləmaihim. Müsəlmanların ulamalarının ittifaqı ilə yalandır. Harada deyir? Fil ərz. Yerdə görməsin. Və la rəvahu əhədun minhum. Onlardan heç kim də bunu neynəməyib, rəvayət etməyib. Və innəmə qanun nizağı beynəs səhabə. Çəkişmə yeri buradadır ki, səhabələr arasında fiyyənə Muhammedin sallallahu aleyhi və səlləm Allah Resulü sallallahu aleyhi və aleyh həl rəyə Rəbbəhu leylətil meyrac. Meyrac gecəsində öz Rəbbin gördü, görmədi. Fəkanə İbni Abbas radiyallahu anhuma və əksərül uləma-is sünnə deyir ki, əhl-i sünnə alimlərin əksəriyyətinə görə və gəlib ki, İbn Abbasın görüşünə görə nə deyir? Yəqulun, onlar deyirlər. İnnə Muhammədən, həqiqətən də Muhamməd sallallahu aleyhi və alihi və səlləm və alihin yazmır görürsünüz. Mən deyirəm, rəyə Rəbbəhu leylətil meyraz. Öz Rəbbin meyrazda gördü, meyraz gecəsində öz Rəbbin gördü. Və qanət Ayşə radiyallahu anha, xanım Ayşədən də gəlib və taifətun məha tənkir zalik. O da gəlib ki, xanım Ayşə bunu neyib, inkar eləyib. وَلَمْ تَرْبِ عَيْشَ رَضِيَ اللّٰهُ عَنْهُ فِي ذَٰلِكَ النَّبِي sallallahu aleyhi və səlləm şeyən. Xanım Ayşə də deyir ki, bunu Peyğəmbərdən bu cür rəvayət etməyib və səəltəhu və la səəltəhu ən zəlikə. Bunu ondan da sual etməyib. Yəni Peyğəmbərdən soruşmayıb və ondan da belə bir rəvayət gəlməyib ki, Meyrad gecəsində görsün. Və lihaza elə buna görə də zəkirəl qazi Əbu Yala və qeyruhu innəhə ixtələfət rü'yəti İmam Əhməd rəhmətullah aleyh həl yuqal innə Muhammedən sallallahu aleyhi və səlləm rəyə Rəbbuhu biyəyni rəsəhu. Deyir ki, bu ki gəlir Əhməd ibn Həmbəldən ki, sualdır. Gəlir ki, deyir ki, həqiqətən də Peyğəmbər başındakı gözlə, yəni həqiqi gözlə biyəyni rəsəhu, başındakı həqiqi gözlə görməsi barədə yuqalı beynəl qəlbihü, yaxud da ki, onu qəlbi ilə görməsi, qəlb gözü ilə görməsi, raha və la yuqalı beynihi rəsəhu və la beynə qəlbihi, beyni qəlbihi, üzr istəyirəm. Deyir ki, bunu görməsi bu yolda deyilməyib ki, bu öz gözü ilə gördü və yaxud da ki, başındakı gözlə və yaxud da ki, qəlb gözü ilə. Bu halda deyir ki, nə olub? Əla səlasəti rəvayətin, bu haqda 3 dənə rəvayət var. Bu müqəddimə də oxuyuram, gələcək deyilənləri dinləyin. Bu müqəddimə də oxuyuram ki, əvvəlcədən belə bir mövzu qurulur ki, həqiqətən də Allah Rəsulü, Peyğəmbər salavatullah, Allahı öz gözü ilə görüb görməyib. Əvvəldən dedi ki, xanım Ayşə nə deyib, bunu inkar edib. Deyib ki, sual da verməyib, heç soruşmayıb da. Və dedi ki, 3 insanlar barədə 3 dənə məsələ gətirib, hansı ki, oxuduq bunu. Sonra gətirir ki, burada deyir ki, Əl-Qeybə kitabıdır. Üzr istəyirəm. Əl-Qəniyyə kitabıdır. Kimin kitabıdır bu? Əsqəlani. Səhifə 26-da. Vəlüyə İbn-i Mərduyəh. Mərduyədən olub fi təfsir kitabında, yəni İbn-i Cəric, ən Ətadan, ən İbn-i Abbasdan, o da İbn-i Abbasdan, ən Nəbi rəyə Rəbbəhu beynihi. Nə gəlir burada? Nəbi rəyə Rəbbəhu beynihi. Həqiqi başındakı göz var, o gözlə gördü, yəni beynihi gözü ilə gördü. Və isnadıhu səhih. İsnadı nədir? Görürsünüz, səhih isnadıdır. Gətirib. Əvvəldən onu müqəddimə ona görə oxudum ki, belə məsələ gətirirlər, məsələn, müəyyən kitablarda deyirlər, baxın görün axırı hara gəlir bunun ki. Ğuniyada görə nə deyir burada? Gətirib həmçinin Zəhəbə İbn Abbas fil məhşur ənh və Ənəs İbn Malikdən və Əbu Hüreyrə ilə ənnən nəbi Peyğəmbər salavatullaha nisbət olunur ki, rəyə Rəbbəhu fi leylətil əsra'i beyni rəsihi. Bunlara nisbət verilir ki, bunlar deyirlər ki, Allah Rəsulü İsra gecəsində Allahı beyni rəsihi,
rəsuhu Allahı başındakı gözlə gördü. Ona görə üstəkində dedim ki, deyir ki, eynihi, yəni başındakı göz, çünki burada deyir. Ora bir rəsi. Yəni yuxu ilə, qəlblə deyil. Başındakı gözlə deyir, görüb. Allahı peyğəmbər belə görüb. Sonra deyir ki, və qalət bihi taifətun minət tabi'in minhum və bunlardan deyir ki, bir tayfa, tabi'in olan bir tayfa, bir dəstə, hansı ki onlardan Kəbul Əxbar, tabi'indən də Kəbul Əxbar bilirsiniz də Yahudi. Və Həsənül Bəsri, bilirsiniz də Həsənül Bəsrinin də hökmü nədir? Və kana yahrifu aleyhi və Əta və İkrimə və Ammət Əshabı ibn Abbas və Urvə ibn Zübeyir və Huvə ibn Uxtihi Ayşə, hansı ki xanım Ayşənin bacısının oğlu gətirib məsələləri, hamısını deyir ki, bunlardan bu məsələ nə olub? Sərrəhə bəsun bir rəvayəti, bir aynin, iki gözlə görməsinin deyir ki, nə ediblər? Açıq şəkildə deyiblər, açıq şəkildə gəlib. Xanım Ayşə əvvəldən nə deyir? Deyir ki, nə edib? Onu inkar edib, bəli. Amma gətirib səhih hədisən nə deyir? Deyir ki, gətirib ki, həqiqətən də iki gözü ilə görüb. Əksər uləma-i ənə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm rəyə Rəbbihu bi-eynihi. Əksər uləmədən gəlir ki, Peyğəmbər öz Rəbbin gözü ilə görüb. Rəsuhu leylətül əsra. Özdə başındakı gözləndir. Qəlb gözünü demir. Bir başqa yazır ki, rəsu. Rəsəhu, yəni başındakı gözü ilə görüb Peyğəmbər salavatullah. Kim deyib bunu? Əksər uləma. Uləmanın əksəriyyəti belə deyib. Peyğəmbər Miracda, əsrada nenib? Öz Rəbbin gözü ilə görüb. Bir dənə deyil də, iki dənə deyil, çoxdur. Sonra deyir ki, burada bir dənə bunu da oxumaq vaxtı çox aparmıyorum sizi. Hardan oxuyuram bunu? Əl-Bidayətu və Nihayə, İbn Kəsir, Əl-Rabi, 4-cü cild. Əs-Səfhə səhifəsinə baxaq, buna görə necədir səhifəsi? 279-da. Və sərrəhə, sərih şəkildə, açıq şəkildə bəzuhum deyib ki, bir rivayətil bil-aynin, iki göz barəsində, iki gözü ilə görməsi barəsində və ixtarə İbn Cərir, bu qaydanı kim seçib götürüb? İbn Cərir götürüb və bələğə feyh, ondan da çatıb. Bundan da nə ediblər? Başqaları da, mütəəxxirin alimlər də və təbiəhu, ona tabi olublar ələ-zəlikə, bunda axərun, minəl mütəəxxirin, axırda gələn bu mütəəxxir alimlər də ondan götürüblər, qəbul ediblər bunu. Mimmən nəssə aleyhi rəvayətü bi'aynihi rəsuhu, hansı ki, başında onun gözdən görülməsini. Yaxşı. Allahı Peyğəmbər Miracda nə edib? Başında olan gözlə görüb. Hansı bu nədir? Bir başqa şirkdir, müşrikliyidir. Bizləri də tövhidlərdən götürürlər. Şeyx, bunlar hansı saytdadır? Onun saytı bir dənə göndərərsən mənə. Girin götürün. İbn el-Necaf. Hamısı hazırdır, dəlilər. Başqaları da var. Başqaları da var, başqa saytlar da var. Proto bəziləri var ki, burada onları oxumalı deyil. Bəyək oxuduqlarımız oxumalıdır onlara nisbətdə. Diqqətli olub seçmək lazımdır ki, hansını oxumaq olar. Bu məsələlərdən biridir. Bu məsələlərdən biridir. Hansı ki, iarət, heç bununla da işimiz yoxdur. Ticarətə vermək, bununla işimiz yoxdur. Tərif. Bu da bizə lazım deyil oxumaq. Sonra görə nə oxuyuruq? Vətiyül məhari, bu da lazım deyil. Hüdudul, bu da lazım deyil. İndəl əxvətü sünnətullahu teala yuayyinu sahiri əllələ qəlbil himar. Bu da lazım deyil bizə. O saytı bir dənə göndərərsən. Ha, yaxşı göndərəm. Baxın, buna görün burada nə deyir. Həmin ki, tövhiddən danışırıq, gətirib çıxartmışıq bura məsələni.
Əd-Durrus. Görə hansıdır bu? Durarus Sənayyə. Nədir bunun adı? Abdülvəhhabın kitabıdır. Fəqət səbitə ənəhu qalə lirrəcul. Sübut olunub ki, sabit olur ki, deyib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nədən görə buna nəstəşfiyor. Bikə alallah və zəlikə aleyh Allahu ekber Allahu ekber enne şənullahi ə'zamu min zalik vahyəkə ətədriməllah innehu əla arşuhu və əşarə biyədihi kəl qübbə əlinə işarə və innehu lətit baya gəldi çıxdıq. Deyir ki, vəqət səbitə sübut olunub ki, təsbit olunub ki, ənə qalə rəcul. Birdən kişi deyir. Kitabı göstərdim adını. Gördüyünüz kimi. Durarus Səniyyə. Muhammed ibn Abdülvəhhab. Şeyx Muhammed ibn Abdülvəhhab. Gördüyünüz kimi. Salis. Üçüncü cüzdür. Sübut olunub ki, sabit olur ki, vəqət səbitə ənəhu qalə. Həqiqən o Allah Rəsulü qalə rəzzül. Bir dənə kişiyə dedi. Əlləzi qalə, hansı ki o dedi ləhu. İnna nəstəşfəu bikə alallah. Biz sənə Allah yanından enirik. Allah yanında sənə şəfaət veririk. Şəfaət qərar veririk sənə. Və billahi aleykə. Qalə, Peyğəmbər salavatullah da dediyini, Allahu ekber, Allahu ekber. Ənə şənullahul ə'adəmi min zalik. Dedi ki, Allahın şəni bundan daha ucadır. Vəhyəkə, vay olsun sənin ona, ətədriməllah, heç bilirsən ki, Allah nədir. Ənəhu ərşuhu, onun o ərşidir. Və işarə biyədihi kəl qübbə. Əllərini qübbə şəklində görsətdi. İşarə verdi. Və innəhu lətitə. Bihəl ətiti lirrəhli cədidi birakibihi. Deyir ki, o Allah və innəhu o Allah liyətit ki, yəhərdən gedir söhbət. Ətit, rəhl ətitdir. O lətit birisi nə deyir? Cırıldamaq, cırcır səsinə. Təzə yəhərin bir cüz səsi olur, ona deyir. Ona deyir, oturanda, elə bil ki, o taxtına, ərşinə oturanda ki, əli ilə göstərir ki, belə qübbə şəklindədir. Deyir ki, Allah Teala o ərşə, o kürsüyə ora oturanda, onun neyir? Birakibihi. Onun minənin altında cədid, o yeni rəhl, o yəhər necə cırıldayırsa, deyir, elə cırıldayır. Səs çıxarır. Və hazəl hədis la yəstəti o səmahı cəhmi və la yu'min bihi illa əhl-i sünnə. Bunu deyir ki, cəhmilər bunu qəbul etməz. Bu hədisi la yu'minu bihi, buna da iman gətirməz. Əhl-i sünnə vəl cəmaə. Əhl-i sünnə vəl cəmaə iman gətirər. Ondan başına iman gətirməz. Qalanı cəhmidir ki, kim ki bunu qəbul etmirdi, nədir? Cəhmidir. Allah oraya oturanda cırıldayır. Cırıldayırsa deməli Allahın ağırlığı var, maddədir. Çünki maddə varsa, nə olursa olsun, çəkisi var, ağırlığı var. Allah nədir? Maddədir, yəni nədir? Cisimdir. Bunlar nədir? Mücəssimələrdirlər. Və la yu'min bihi illa əhl-i sünnə vəl cəmaə. Buna da heç kim iman gətirməz. Məyər iman gətirir kim? Əhl-i sünnə vəl cəmaə. Buna deyir ki, cəhmiyyələr buna iman gətirməz. Tövhid babı. Görürsünüz? Bizim təyin etdiyimiz, qərar verdiyimiz deyir ki, bildiyimiz Allah necədir? Oturur kürsüyə, kürsü oturanda kürsü cırıldayır. Cırıldayan deyir, buna da heç kim iman gətirməz, bunlardan başqaları iman gətirməz. Ağırlığı var, çəkisi var. Vallahi maddə ilə birləşir. Yəni yəhərə oturur da, bu oturur. Hələ 4 barmaqda qıraqdan yer qalır. İşim yoxdur onun. Sonra deyir ki, innəl məvzi'u'l-ləzi yəfsül ibn Muhammed və liyədlisuhu əleyh. Sonra deyir ki, nə olar? Allah Rəsulü, Muhammed Peyğəmbər. Aleyküm salam və rəhmətullah. Sonra deyir ki, burada bax, qulaq asın görün nə deyir ki, yəddisu aleyhi Rəbbə. Fikir ver. Əl-kursiyyə-ləzi. İzah verir ki, kursiy nədir? Desin, mənim səsim gəlmir. Səsim gəlmir mən. Gəlir. Ay Seyid, mənim səsim gəlmir.
Gəlir şeyx, buyur. Təbəqatil Hanabilə. Bunu da oxuyun da sizə. Ötürdə sizə. Təbəqatil Hanabilə. Həmbəllərin təbəqəsi gətirir. Ən Abdullah ibn Xuleyfədən. Qalə Rasulallah. Deyir, o dedi ki, Rasulallah dedi sallallahu aleyhi və səlləm. Kursiyyullezî yəcüsü aleyhi Rabb. Kürsü o şeydir ki, Rabb Allah onun üzərində oturur. Azza və cəl. Ma yafsulu minhu illa qədəri ərbə'i əshabi. Ondan yalnız 4 barmaq yeri boş qalır. Və innə ləhu ətitən kə ətitir rəhlil cədid. O əyləşəndə ora ondan elə bir səs çıxar ki, sanki yeni təzə yəhərin üstündə oturulanda çıxartdığı səs çıxarır. Qalə Əbu Bəkr Mərvəzi. Əbu Bəkr Mərvəzi dedi. Qalə li Ali İbni Şübeyb. Bu şeylərin adıdır. Rabilərin adları çox da oxumuram. İstəyirsə çəkin bu belə baxın. Deyir ki, innəl məvzi'əl-ləzi yəfsilu li Muhammed liyəzisahu aleyh. Peyğəmbərin yeri haradır deyir. Peyğəmbər harada oturar? Peyğəmbər deyir, oturar liyəzisi aleyh. O yerdə oturar, Allahın yanında oturar ki, gətirib məsələni. Liyəzisahu aleyh. Allah orada oturur, Peyğəmbərdən gəlib. Bu da bu məsələ ki, deyir ki, Allahın kürsüdə oturmaq məsələsini gətirib üzr istəyirəm Peyğəmbərdən və deyir ki, qalə Əbu Bəkr Seyyidul Əni mən rədd haza, kim bunu inkar edərsə, rədd edərsə fə innəmə ərədətən əla Əbu Bəkr. Kim gətirsə Əbu Bəkri təni etmiş sayılar. Əl-Mərvəziyə və alə Əbu Bəkrin İbni Əbi Muslim abid. Hansı ki o bir müsəlman da abiddir. Kim bunu qəbul eləməsə elə bil ona təni edir. Yəni məcusilər, yəni müşriklər. Yəni demək istəyir ki, biz müşrikiz.